Özünüzü Qusar təqdim rayonu edin. Xarlıyar kənd sakini Quliyev Kerim. Allah qul oğlu. Mənim torpaq problemlərim olduğuna görə müraciətim İlham Əliyev cənablarınadır. Torpaq probleminizi harda yaşayırsınız? Hansı Qusar rayonunun torpaqdır? Yuxarlıyar kəndində Ləyər qışlaq sahəsində yerləşən 1 hektar 77 sotun və 77 dedi sot iki sahədən istifadə edə bilmədiyim üçün sizlərdən köməklik müraciət edirəm. Torpaqlarınız hansı təyinatlı torpaqlardır? Ekin, Hardandır? ekin təyinatlı torpaqlardır. Dövlət sot torpaqları, Dövlət pay torpaqlarımdır. Onları əsasında necə istifadə edirdiniz o əkin? ekin ekirdim, kartof ekirdim bir sahəmdə. Ləyər qışlaq sahəsində 1 hektar 77 sotda ekin təyinatlı olub, ekin ekmişəm neçə illər. 2016-cı ilə kimi istifadə etmişəm. 2016-dan sonra imkanım olmadığına görə həmin sahəni arenda kimi Kazım Xəmmədova təhlil etmişdir. Kimdir Kazım Bir Xəmmədov? millet, keçmiş icra nümayəndə, yerli icra nümayəndəsi olub və onun əlinə Hikmət Xəmmədova alqı-satqı adında eləmişdir. Bəs o şəxs kimdir? O şəxs keçmiş Əmlak Komitəsində işləmiş bir şəxsdir. Əmə olanlarıdır hər ikisi. Sizin torpağınızın çıxarışı varmı? Dövlət aktı varmı? Dövlət aktı Yəni budur. sizə məxsusdur. Bu dövlət aktım mənim. At səhvi, Şahnəzərov Lətafət, Quliyev Lətafət getməlidir. Quliyeva Turan olmalıdır. Bununla mən Ailənizdir. ailə uşaqlığımdır, Quliyev Turan. Özü də hal-hazırda hərbiçidir, veterandır. Yoldaşım isə şahid başçısıdır. Dövlət reyestr xidmətindən xəritəsi varmı sizin? Dövlət reyestr xidməti bu bir sahəm 4 hissədən ibarətdir sahəm. Bu ikinci, bu sahə 1 hektar 77 sot bu sahədə gidib. Bu sahə üzümdədir. Bu sahədən də istifadə edə bilmirəm. Bundakı Pirverdiyev Etibar, keçmiş İşıq Nazirinin dayısı oğlu istifadə edir bunun ən çox hissəsindən. Bu məsələ ilə bağlı siz Qusar rayonunda hansı qurumlara müraciət edirsiniz? Məhkəməyə yazmadığım yer baş prokurorluq Məhkəməyə müraciət eləmisinizsə? hamısına. Nəticəsi nə olub? Məhkəmə o tərəfə heç bir Sizin sənədə xeyrinizə baxmır. rəy verməyib. Reyi ancaq o tərəyə verir. Saxta sənədlər olduğuna görə hər bir şey. Bu dövlət çıxarıb, alqı-satqı eləyib, heç bir dövlət qanunu ödeyici pasport Azərbaycan vətəndaşına təsdiq edən sənəd olmadan ZAKS kağızı ilə Nikah sənədi ilə təsdiqlənir. Siz iddia qaldırırsınız ki, sizin torpaqlarınız sizin xəbəriniz olmadan alqı-satqı olunub. Və sənəd harda təsdiqlənib? Asan xidmətdə yoxsa notariusda? Qusar rayonu notariusunda təsdiqlənib 2004-cü il budur. Ancaq ki yazı yarısı kompüter vasitəsilə gedib, yarısı isə əl çap maşinkası ilə gedib. Xahiş edirəm ki, bu çap maşinlə necə yazılıbsa baxın. Baxın, burada yazılıb 6 milyon 900 min güya ki sizə satılıb, hə? Görməmişəm, nə Xəmməd Hikmətovu tanıyıram, nə də özünü Və görməmişəm. əgər bu satılıbsa, bunu sizə verilibsə, çeki var? Heç bir şeyim yoxdur. Bu məsələ ilə bağlı hal-hazırda hara müraciət etmisiniz məhkəmədən öncə? Məhkəmədən öncə icra nümayəndələrinə, icra nümayəndəsi Vatı Qusar rayonu icra nümayəndəsi qapıdan içəri heç kim buraxmayıb. Əmlak komitəsinə Əmlak komitəsinə getmişəm, onlar da baxılmayıb. Ancaq mənə ad, familiya səhvi olduğuna görə məhkəməyə müraciət etdim. Mən də ki, kasıb bir insan olduğuma görə məhkəmələrə gedəməm. Məhkəmədə Konstitusiya məhkəməsinə rüsumun ödəmədiyimə görə abratla qayıtıb. Onu təkrarən Konstitusiya məhkəməsinə müraciət edəcəyəm. Hal-hazırda siz hansı quruma müraciət üçün bura gəlmisiniz? Qusar rayonu məhkəməsinə müraciət etmişəm. Yox, hal-hazırda bura gəlməkdə məqsədiniz. Hal-hazırda mənim prezidentə, İlham Əliyev cənablarına mənim müraciətim onadır ki, biz kəndçilərin torpağını bizə təmin etsin. Belə yarı yolda varlaşmış Pirverdiyev Etibarın adamları kimi onun adından istifadə edən şəxslərə istəyirəm ki, cəzalandırsın. Zəhmət olmasa köməklik göstərin vətəndaşa. Vətəndaşa bir izah elədim, yaxınlaşır Nazirlər Kabineti qəbul şöbəsinə müraciətinə baxılacaq. Dəqiq, bu cürüm. Qurban olun.